Salam, hər vaxtınız xeyir olsun. Fonetika bölməsinin izahına gəlin baxaq. Fonetika danışıq səslərindən bəhs edən dilçəyə bölməsidir. Yunan sözüdür. Fones səs, tika elm deməkdir. Danışıq səsləri iki qrupa bölünür. Saitlər və samitlər. Saitlər ağız boşluğunda sərbəst, maneəsiz tələffüz olunur, avazlı olur, heca yaradır. Bir sıra hallarda uzun tələffüz olunur, musiqili səslərdir. Samitlər ağız boşluğunda maneəyə rast gəlir və həmin maneəni dəf edərək formalaşır. Məsələn, m deyəndə burnumuzda səslənmə olur və yaxud ç deyəndə dil gedir dişlərin arxasına toxunur. Maneə bunlardır. Küy və bəzən də avaz olur, daha çox kүйdən ibarət olur, heca yaratmır, ancaq hecanın formalaşmasında iştirak edir. Uzun tələffüz olunmur. Bəli, saitlər uzun tələffüz olunacaq, samitlər uzun tələffüz olunmur. Saitlər. Dilimizdə 9 sait var. Çox zaman milli şəkilçilərin tərkibində ö, o saitləri iştirak etmir. İstisna, oxlov, uzunsov bu şəkilçilərdə həmin saitlər istifadə olunub iştirak edilir. Qapalı saitlərin hamısı 4 cür yazılan şəkilçinin tərkibində işlənir. Yəni, qapalı yazı saitlərimiz I, U, Ü. Məsələn, L üstü 4, L, 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 L işlənir. Dilimizdə I saiti ilə başlayan söz yoxdur. Deməli, qalın saitlər A, I, O, U, incə saitlər E, Ə, İ, Ö, Ü. Dil arxası qalın saitlərdir. Ayı buna yadda saxlayırıq. Yəni, ayıb olsun sözündə bütün qalınlar var. A, I, O, U. Dil önü incə saitlərdir. Dərsi özün et. Ə, İ, Ö. E, Ə, İ, Ö, Ü. İncə saitlərimizdir. Qapalı saitlərə dar saitlər də deyirlər. Üstü açıqlar əksinə qapalı saitlərdir. Üstü bağlılar isə əksinə açıq olacaq. Məsələn, bunlar da gen saitlərdir. Üstü bağlı, üstü açıqla yadda saxlayırıq. Üstü bağlı olanlar əksinə açıq olacaq. Yəni, sait yazılarkən özünə birləşə bilir. Saitin adı ilə xüsusiyyəti arasında əkslik var. Sonra dodaqlanan saitlər tələffüz edərkən dodaqlar dairə vəziyyət alır. O, U, Ö, Ü. Bunlar dodaqlanan saitlərdir. Dodaqlanmayanlar I, I, A, Ə, E. Bunlar tələffüz edərkən dodaq dairə vəziyyət almır. Gəlirik, deyir, qalın saitlər hansı cümlə ilə yadda saxlanır? Bunları dedik. Davam edirik. Saitlərin tələffüzü, uzun tələffüzünə baxırıq. I ilə Ü saiti dilimizdə həmin saitlər uzanmır. Əsasən ərəb mənşəlidir. Uzanan, yəni ərəb mənşəli sözlərdə olur. Səs uzanması müxtəlif hecalarda olur. Tapılmasına baxırıq. Uzun saiti hecanı qısa dedikdə sözün mənası düzgün səslənmir. Tərif demirik, tərif deyirik. Sima, sima, şayə, təsir, mötərzə, qəribə. Eyni cinsli qoşa saitli sözlərdə sözdə eyni cinsli qoşa saitli sözlərdən biri düşür, digəri uzun tələffüz olunur. Məsələn, saat, A-nın biri düşür, biri uzanır. Əmtə, biri düşür, biri uzanır. Milli sözlərdə yeni qaydaya əsasən ov, öv olanda əvvəllər V düşüb, O, Ö uzanırdı. Ancaq indi elə ov qalacaq, öv qalacaq. Dovğa, məsələn, növbə elə növbə kimi deyiləcək və s. Vurğulu sözlərdə uzun tələffüz olunan sözlərlə vurğu eyni hecada olmur. Məsələn, Arif, vurğu uzanmadan sonraya gedib düşür. Yəni, adətən uzanma varsa, vurğu uzanmadan sonralara gedib düşəcək. İstisna olaraq bəzi, bəzən, yəni, bəli, lakin, daim, daima bu sözlərdə vurğu da birdədir. Uzanma da birdədir. Yəni, həm yəni də ə uzanır, həm də vurğuludur. Bəli, həm ə uzanır, həm də vurğuludur. Şəkilçilərdə şəkilçi ilə bağlı uzanma iki şəkildə özünü göstərir. Şəkilçinin özündə uzanma olanlar anə, yanə, namə,
ba, bir də bi ilə na. Sözün sonunu artırıldıqda kökdə uzanma yaradanların l üstü 4, sız üstü 4, dan, i üstü 4. Məsələn, hecada uzanma, heca uzanma yoxdur. L-nı qoşanda burada uzanmaya hecalı. Vəfada uzanma yoxdur, vəfasız. Mənbə sözündə mənbədən. Üfüqdə üfüqi, i-ni qoşduq. Bəzi sözlərdə vurğuya görə yox, uzanmaya görə mənası dəyişə bilər. Məsələn, nərə, əyan, bəzən. Bunlarda da bəzən, məsələn, həmçinin bəzən də vurğuya görə məna dəyişə bilir. Amma nərə, əyan, dava bunlarda uzanmaya görə məna dəyişir. Məsələn, nərə sözünü qısa tələffüz edəndə nərə, balıq olacaq. Nərə sözünü biz uzun tələffüz edəndə nərə, qışqırmaq, bağırmaqdır. Eynən də bəzən, zaman, arabir, bir də bəzən, bəzənmək mənasında. Gəlir eyni cinsi qoşa sahibli sözlər. Tələffüz zamanı biri düşür, eyni cinsidən, biri uzanır. Məsələn, bu sözü şikayət sözünü yadda saxlaya bilərik ki, bunun içərisində olan sahiblərdə idi, adı, ədi. Biri düşür, biri uzanır. Məsələn, qoşa illərdən. Məsələn, təbii sözündə 2-dən biri düşür, biri uzun tələffüz edilir. Saat sözündə biri düşür, biri uzanır. Əmtə biri düşdü, biri uzun tələffüz edildi. Müxtəlif cinsli qoşa sahibli sözlərdə nə baş verəcək? Bir qrupda qoşa müxtəlif olanların ortasına y səsi artırılmış olacaq. Məsələn, bura aiddir. İ, a, tərsi a, i, ə, tərsi ə, i, u, i, o, bir dənə bura i, u təzdən yazıb, o, a, ü. Adətən i olan birləşmələr y ilə tələffüz olunacaq. Məsələn, ailə, y daxil oldu. Səidə, i, səidə. Yaşə, yaşə. Təqaüd, a-ü, təqaüd. Bunlarda isə dəyişmə yoxdur. Məsələn, o-du, a, ə, ü-a, ü-ə, ə-a. Bunlarda dəyişmə yoxdur. Yəni, ilə, ü ilə, ə ilə, saytla işlənən qoşa saytlı sözlərdə heç bir dəyişmə, düşmə, uzanma yoxdur. Tələffüz zamanı bunlar fərqlənmə yoxdur. Qiraət, şüara, bəraət, məcmuə, şücaət, riayət, fəal, itaət, müəmma, seans. Bəraətdir, qiraətdir, qənaət də var, qənaət, sonra şücaət də var, riayət də var. Bunlarda sadəcə səs uzanması var. Qənaət, şücaət, qiraət, yəni y səsi artmır. Çünki a, ə, y səsi artanların içərisində yoxdur. Artmayanların içərisində var. Ə adı, a ədi. Yadımızda qalsın. Riayət sözünün yazılışında y var. Sonradan artmır. Yəni tələffüzdə y daxil olmur. Elə yazıda var bu. Məsələn, teorem qalır, okean qalır, maniə qalır, müəllim, müasir, fəaliyyət. Əvvəllər başqa idi, indi başqadır. Bunları da yadımızda saxlayırıq ki, bunlarda dəyişmə olmur. Nailiyyət, üzü aşağı, üstü örtülü sözlərdə sayt düşməsi olmur. Xalaoğlu, bacıoğlu, dayıoğlu və əli açıq. Bunlarda özlərinin qoşa işlənən saytlərdən birincisi düşür. Yəni bunlarda qoşa işlənənlərdən biri düşür. Yadınızda qalsın. Dəyişək. Aha. Ahəng qanunu sözdə incə və ya qalın saytlərin bir-birini izləməsidir. Məsələn, ü ilə ə incədir, qalın a ilə də 2a qalındır. Eyni qalın və incədirsə hamısı ahəng qanunu pozulub. Ahəng qanunu biz fonetik təhlildə yazılış əsasında müəyyən edəcəyik. 2 və 4 cür yazılan şəkilçilər ahəng qanununa tabedir. 1 cür yazılan şəkilçilər isə tabe deyil. Məsələn, pərvər, xana, daş. Niyə bu? Məsələn, vətən sözü incə saytlərdən ibarətdir. Ahəng qanununa tabedir. Mən bura vətəndaş qoşsam, bu qalın saytlidir deyə ahəng qanunu pozulmuş olacaq.
Və yaxud məsələn deyək ki, xəyal sözü, ümumiyyətlə orada xəyal sözündə mən xəyal deməyib, yox, bundan gedək. Burada da yenə də bura qalındır, bu incədir. Yəni qovuşaqda ahəng qanunu pozur burada, yəni qovuşduğu yerdə. Və yaxud nə deyək? Məsələn, hətta sənətkar, kar da ola bilər. Sənətkar. İncə saitlərdir, kar qoşuldu, ahəng qanunu pozdu. Ahəng qanunu eynən bunu mən deyəcəkdim. Kök və şəkilçi arasında daha möhkəm olur. Şəkilçinin kökdəki son saitinə uyğunlaşması morfonoloji hadisə adlanır. Məsələn, kitab sözü sonu qalınla bitib. Lar, lər də iki variantlı şəkilçidir. Biz o qalına uyğun olaraq lar qoşacağıq. Amma qələm sözü incə saitlə bitdiyinə görə lər qoşacağıq. Qələmlər, incə, yadımızda qalsın. Buna da morfonoloji hadisə deyirik. Köklə şəkilçinin qovuşduğu yerdə bilən ahəng gözlənilməlidir onun üçün. Heca nədir? Sözün tələffüz zamanı asanlıqla bölünən hissəsidir. Heca fonetik təhlildə yazılış əsasında müəyyənləşir. Hecanın tapılması. Sözün yazılışında neçə dənə sait varsa, bir o qədər də heca var. Bir hecada iki sait işlənmir. Heca saitlə bitirsə, açıq sait hecadır. Samitlə bitirsə, qapalı hecadır. Məsələn, məktəb. Mək hecası K ilə bitib, təb hecası da B ilə bitib. Deməli, hər iki hecası qapalı hecadır. Çünki hər iki hecası samitlə bitib. Tələbə. Hər üç hecası açıq hecadır. Hər üç hecanın sonu saitlə bitib ona görə. Parçalanmayan hissələr. Dram, qraf, qram. Heca bölgüsündə bu hissələr bütöv götürülür. Melodram, telegram, kilogram. Hətta bura qraf da olmalı. Mürəkkəb sözlərdə mürəkkəb sözlərin tərkib hissələri ayrı-ayrılıqda hecalara bölünəcək. Yarım ada, yarım ada. Öz arasında bölürük. Bunu bundan, bunu bundan. Sözü sətirdən sətirə keçirmək. Sətirdən sətirə keçirməyin birinci şərti düzgün hecaya ayırmaqdır. Düzgün hecaya ayırdıqdan sonra yalnız hecaya ayrılan hissələrdən sətirdən sətirə keçirmək olar. Sətirdən sətirə keçirmək olmaz. Nəyi? Tək hecanı sətrin sonunda saxlamaq olmaz və ya yeni sətrə keçirmək olmaz. Məsələn, təbii, i-ni keçirək, a-nı keçirə bilmərik. Məsələn, sımma, santimetr, metr, kiloqram, qram, nə bilim, budcidir, faizdir, sotdur, mürəkkəb ixtisarlardır. Yəni qısaldılmışlar var, mürəkkəb adların qısaldılmışı. Sətirdən sətirə bunları keçirmək olmaz. Tək hecalı sözləri hecaya ayırmaq olmaz. Məsələn, tük tək hecalıdır. Bu necə ayrılacaq ki? Mürəkkəb sözlərdə də heca hansı hissələrdən ayrılırsa, oradan sətirdən sətirə keçirilmiş olacaq. Yarım ada, yəni bunu özünə uyğun formada. Söz iki saitlə başlayarsa, birlikdə bütöv heca sayılır və iki saitdən sonra sətirdən sətirə keçirmək olar. Məsələn, a, i, lə. Yazdı, ləni keçirəcək. Samitləri növbəti izahımızda paylaşacağıq.